Bugün biz yeməklərdən danışırıq və ta qədim zamanlardan yeməyi necə yeyiblər, əllə yeyiblər, deyirlər ki, onda dadlı olur. Hətta biz bəzən restoranlara gedəndə elə dadlı yemək gəlir ki, istəyirik əllə yeyək. Amma deyirlər ki, çəngəldən istifadə edərək yemək yesən, bu dada da təsir edirmiş. Görəsən bu belədir. Bir də ki, bizim yemək pişirməyimizə görə, əlimizin dadına görə yeməyin dadı da dəyişir. Deyirlər ki, sənin əlinin duzu yox deyə, səndə bu yemək heç vaxt yaxşı alınmayacaq. Görəsən bu doğru söhbətdir. Bu haqda isə bizə ən yaxşı məlumatı kim verə bilər? Aşpaz Carula Carulazadə. Salam, hər vaxtınız xeyirli olsun, xoş gördük sizləri. Çəngəl yeməyin dadını dəyişə bilməz, mümkündür. O əksinə onun gözəlliyi və onun yeməyi bizim üçün ağzımıza aparan zaman bütün inqrediyentlərdən istifadəsi qaydası düzgün olacaq. Yəni biri olub, biri olmayacaq. Amma əsasən yeməyə görə çəngəlimizin temperaturu düzgün olmalıdır. İsti yemək isə ilıq olmalıdır, soyuq yemək isə soyuq olmalıdır. Əlimin duzu deyəndə mən əldə ancaq bakteri görürəm, əlimin duzu görmürəm burada. İnsan özü yemək pişirən zaman özü üçün deyə bilər, bu mənim yeməyimdə əlimin duzu var. Çünki insanın öz əli, öz qoxusu özünə xoş gəlir. O yüzden, amma əlcə ilə pişirmək daha üstünlüyü verirəm. Əlimin duzu deyilən bir şey mənim fikrimcə yoxdur. Ağzımızın duzu var, ağzımızın dadı var.